Qurban Bayramı İslam təqviminin ən mühüm bayramlarından biri hesab olunur. Qurban Bayramı Həzrət İbrahim əleyhissalamın adıyla bağlıdır və Quran-ı Kərimdə həcc ayinlərindən biri kimi qeyd olunur. Həcc qurbanla, həccin mühüm hissəsi qurbanla tamamlanır. Bugün hacılar şeytanı simvolizə edən daşları, sütunları daşladıqdan sonra qurban kəsirlər və qurban kəsdikdən sonra saçlarını qıxdırıb ehramdan çıxırlar və bununla da Qurban Bayramının əməlləri bitir. Qurban Bayramı Allah yolunda fədakarlığın rəmzidir. Qurban Bayramı həmdərtliyin əlamətlərindən biridir. Yəni Qurban Bayramında insan öz nəfsini qurban kəsir sanki və qurban kəsilən ətin heyvanın əti də yoxsul insanlar arasında paylanır ki, bayram sevincini bütün insanlar yaşaya bilsin. Həcc ayini demək olar ki, Qurban Bayramı ilə həcc ayının mühüm bir hissəsi tamamlanmış olur.